Avropada təqaüdlü təhsil almaq istəyən Azərbaycanlı gənclərin nəzərinə diqqətlə və sona qədər bu videoya qulaq asın. Çünki çox yerdə eşitmədiyiniz bir məlumatları bu videodan alacaqsınız. Rəydə soruşmaq istədiyiniz bütün sualları yazın. Əgər sizin də xaricə təhsil almaq fikriniz varsa, təqaüdlü təhsil almaq fikriniz varsa, bu video sırf sizin üçündür. Deməli, lap başdan başlayaq ki, siz Avropada, xaricdə deyək də, Azərbaycandan kənarda, Türkiyə yox, Gürcüstan yox, Avropa ölkələrində təqaüdlü təhsil almaq istəyirsinizsə, lap birinci siz bilməlisiniz ki, hansı ixtisas üzrə təhsil almaq istəyirsiniz. Çünki bu çox önəmli bir məsələdir. Əgər siz neft-qaz sahəsində təhsil almışsınızsa, kimya sənayesində təhsil almışsınızsa, bu sahələrə uyğun təhsili almışsınızsa və bu sahə ilə də xaricə təhsil almaq istəyirsinizsə, belə deyək, siz Litvanı, Latviyanı özünüz üçün prioritet tuta bilmərsiniz. Çünki ölkələr var ki, sizə bu sahədə təhsil verə bilməz və verdiyi təhsil də çox belə sizin üçün keyfiyyətli olmayacaq və sizin oxuduğunuz 1 il, 2 il, indi bakalavr oxuyursunuzsa 4 ilinizdə boşuna gedəcək. Və həmin ölkələrdə təqaüd tapmaq şansı da az olur. Çünki bu ölkələr həmin ixtisaslar üzrə puxtələşməyib. Yəni, onlar sizə kifayət qədər təqaüd verə bilməzlər. Deməli, birinci məsələmiz nədir bizim? Siz əvvəlcə dəqiqləşdirməlisiniz ki, hansı sahə üzrə təhsil almaq istəyirsiniz və bu sahə üzrə həmin ölkədə həqiqətən də təhsil güclüdür və bu sahədə də təqaüd tapa bilərsiniz. İkinci, əgər tapmışsınızsa ki, ölkəni, bu X Avropa ölkəsində mən təhsil almaq istəyirəm, orada dəqiqləşdirməlisiniz ki, hansı şəhərdə, hansı universitetdə bu təhsil tədris olunur. Və üçüncü məsələ, həmin universiteti tapmışsınızsa, orada daxili və xarici təqaüd şansları hansılardır? Çünki təqaüd, belə deyək, bir növ olmur ki, siz bir təqaüdə müraciət edirsiniz, bir universitetə müraciət edirsiniz və salam. Bütün xərcləriniz hamısı qarşılanır oradan, bütün proqram hər bir şeyi qarşılayır. Düzdür, belə bir proqramlar da var. Amma o, belə deyim də, sizin üçün sırf Avropada təhsil, filan ölkədə təhsil deyil, Almaniyada təhsil kimi deyil. Bu, Erasmus Mundus proqramları var, Joint Master proqramı var, digər bir proqramlar var. Onu qarışdırmayın. Sırf sadəcə bir yolu tutun və onunla davam edin. Tutaq ki, tapdınız ki, bu universitetdə daxili təqaüdlər də var, xarici təqaüdlər də var. Bu nə deməkdir? Yəni, universitetin sizə təqdim elədiyi təqaüdlər və şəhərin, ölkənin, dövlət təqaüd proqramları da var ki, ona müraciət edə bilərsiniz. Bu əlavədir. Təqaüdlər də belə bölünür ki, sizin təhsil haqqınızı qarşılayır, yaşayış xərclərinizi qarşılayır, əlavə bir yüksək GPA, yəni yüksək bal göstəriciləriniz var semestr ərzində, onun üçün sizə təqaüd verilir və ya sizin şəxsi aktivitilər var ki, məsəl üçün idman sahəsində göstəriciləriniz yaxşı olub, xüsusi bir sahələrdə göstəriciləriniz yaxşı olub, ona görə də əlavə sizə təqaüd verilir. Amma bu belə deyil, full təqaüd sayılmır. Full təqaüd olan proqramlar da var ki, onu da dəqiqləşdirməlisiniz. Deməli, bu üç yolu biz keçdik. İndi tapandan sonra nə etməliyik? Bilməliyik ki, əgər biz universitetə müraciət eləyiriksə, avtomatik bizim müraciətimiz təqaüdə birbaşa özü gedir, yoxsa biz universitetdən qəbul alandan sonra təqaüd üçün də əlavə bir müraciət eləməliyik. Sizə müraciət üçün nə lazım olur? Universitetə qəbul, əgər ikinci formada olursa, universitetdən qəbul alırsınız, daha sonra təqaüdə müraciət edirsinizsə, burada necə olur? Siz artıq 2 dənə motivation letter yazmalısınız. Motivation letter nədir? Yəni, siz özünüzü təsdiq eləməlisiniz ki, bu proqram, bu təqaüd mənə niyə görə lazımdır və mən niyə görə uyğun namizəd sayılıram bu proqramlar üçün. Siz universitetə müraciət elədiniz, bütün göstəricilərinizi ora qoydunuz, akademik göstəricilərdən söhbət gedir və əlavə professional göstəriciləriniz də varsa, onu da sənədləşməklə qoya bilərsiniz. Yəni, bu sizin iş təcrübəsi ola bilər, bu sizin şəxsi internship proqramlarından iştirakınız olar, apprenticeship proqramlarından ola bilər, yəni müxtəlif təcrübə proqramlarından keçmişsinizsə, onları da yükləyə bilərsiniz və universitetə müraciət edə bilərsiniz. Və universitetə müraciət elədiniz, tutaq ki, qəbul aldınız, artıq sizin 2 dənə şansınız var. Ya universitetdən qəbulla birbaşa onların daxili təqaüdü varsa, daxili təqaüdünə düşürsünüz, yoxdursa,
pullu oxumaq istəyirsinizsə, öz hesabınızı oxumaq istəyirsinizsə, problem yoxdur. Davam edirsiniz və siz gözləyirsiniz ki, final unconditional offer gəlir. Biri var conditional, biri də var unconditional offer. Bu unconditional offer gələndən sonra da siz başlayırsınız viza müraciət etməyə. Və vizaya conditional offerla müraciət edə bilmirsiniz. Yəni şərtli qəbulla müraciət edə bilmirsiniz. Və daha sonra, əgər siz universitetdən qəbul almısınız və təqaüd xarici bir təqaüddürsə, universitetin qəbul məktubu ilə, yəni acceptance letter ilə siz başlayırsınız əlavə bir motivation letter yazaraq təqaüdə müraciət eləməyə. Və bu təqaüd də sizə qəbul gəlirsə, daha sonra universitetə xəbər edirsiniz və siz unconditional offer alırsınız, başlayırsınız viza sənədləşməsini eləməyə. Bundan sonraki hissələr də nədirsə, o barədə də məlumat verə bilərəm. Yəni videonu çox uzun eləməyə, qarışdırmayaq sizin beyninizi. Rəydə yazın, əgər siz də xarici təqaüdü təhsil almaq istəyirsinizsə, suallarınızı qeyd edin. Yox, birbaşa mənlə mentorluq eləmək istəyirsinizsə, bu yolda sizə bir-bir, step by step, addım-addım sizin yanınızda olub, bütün letterinizi yoxlayaraq, bütün müraciətlərinizdə sizə kömək eləyərək mənim dəstəyimi görmək istəyirsinizsə, profildəki linkdən ödənişli mentorluq proqramına yazılın, sizlə birbaşa işləyib, uğurlu göstəricilərlə uğurlu qəbulunuzu alaq. Emin Vəlxanov, özdən müğayət olun, sualları mütləq ki qeyd edin. Hələlik.